Sən qorxaqsan, sən qulsan, sən ermənisən. Bu sözləri Rus şeirinin sərkərdəsi Aleksandr Sergeyeviç Puşkin demişdi. Böyük şəxsiyyətin belə qiymət verdiyi ermənilər, böyük dövlətlərin fitnəsi ilə 20-ci əsrin sonunda Azərbaycanın 20%-dən çox torpaqlarını işğal etdi. Doğma Kəlbəcərə, Dədəbaba kəndimiz Abdullah uşağına həsrət qaldıq. Möcüzəli təbiətə malik olan Kəlbəcərimiz, kəndimiz, Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində 2020-ci ildən azaddır. 2025-ci il noyabrın 25-də Kəlbəcərin azad olunduğunun 5 illiyi dövlətimiz, xalqımız tərəfindən böyük təntənə ilə qeyd olundu. Kəlbəcəri, kəndimizi dəfələrlə ziyarət etdim. Ötüb keçənlər göz önündə bir-bir canlanırdı. Kəndimizin ağsaqqalı Abdullah babamızın bizlərə etdiyi nəsihətlərdən birini xatırladım. Onun oğlu Seydullaha etdiyi nəsihəti sizlərə çatdırmaq istəyirəm. Oğul, belə deyirlər ki, bir ata ölüm ayağında yeganə oğlunu yanına çağıraraq deyir: Bala, mənim sənə 3 vəsiyyətim var. Dinlə, onu bir-bir sənə nəql edim. Mən öləndən sonra çətinliyə düşəndə vəsiyyətlərimi yerinə yetirərsən. Əgər çətinliyə düşərsənsə, birinci, evini səliqə saxmana salıb satarsan. İkinci, atını yəhərləyib, yüyənləyib satarsan. Gördün ki, çətinlikdən çıxa bilmirsən, onda ən yaxşı qumar oynayanla qumar oynayarsan ki, bütün çətinliklərdən çıxasan. Ata bu sözləri söylədikdən sonra gözlərini əbədi olaraq yumdu. Atasının ölümündən xeyli sonra oğul çətinliklə üzləşəndə atasının ona etdiyi vəsiyyətləri xatırladı. Tez evini təmir etdirir, xalça palazla döşüyür. Ev satışa hazır olanda oğul öz-özünə deyir: belə evi də satmaq olar, bəs mən ailəmlə harada yaşaya bilərəm? Oğul evi satmaq fikrindən daşınır. Atasının ikinci vəsiyyətinə əməl etmək üçün tövləyə gedir. Atını tumarlayır. Nalbəndin yanına aparıb atını nalladır. Atını minib çapır, sanki qol qanad açır. Atın üstündə özünü dünyanın ən xoşbəxt insanı hesab edir. Öz-özünə deyir: adam da öz mindiyi atı satarmı? Oğul atı satmaq fikrindən daşınır. Tövləyə salıb ata qulluq edir. Oğlun yadına atasının 3-cü vəsiyyəti düşür. O, məşhur qumar oynayanı axtarmağa başlayır. Heç kim ona belə bir adamın olmasını bildirmək istəmir. Nəhayət,
Axtara-axtara gəlib köhnə bir dəyirmana çatır. Qapını açıb içəri girir. Hiss edir ki, içəridən insan hənirtisi gəlir. Biraz da vahimələnir, amma geri qayıtmır. Birdən küncdə lüt və pis vəziyyətdə olan bir qoca kişini görür. Qoca cavan oğlandan zəif səslə soruşur: "Kimi axtarırsan, ay bala?" Oğlan cavabında: "Mən çətinlikdən çıxmaq üçün ən yaxşı bir qumarbaz axtarıram ki, onunla qumar oynayım." Düşdüyü vəziyyətdən xəcalət çəkən qoca zəif səslə deyir: "Məşhur qumar oynayanlardan biri mən olmuşam. Ona görə də bu vəziyyətə düşmüşəm." Bu sözləri eşidən oğlanı sanki ildırım vurur. Nitqi tutulur. Geri çəkilərək dəyirmandan çıxır. Evinə dönür. Atasına dönə-dönə rəhmət oxuyaraq halal zəhmətə qoşulur. Məmləkətin ən hörmətli kişilərindən birinə çevrilir. Abdullah babamızın vəsiyyətlərindən birini sizə çatdırdım. Çatdırdım ki, həyatınızı elə yaşayasınız ki, heç vaxt peşman olmayasınız.